Mən istərdim ki, bəs yaxşı, deməli, hansı iş üsulu deduktivə gedirdi, hansı iş üsulu induktivə doğru gedirdi? Deduktivə gedən müəllim. Elçin, diqqətli ol. Hansı iş üsulu? Yəni xüsusiyə gedirdik də, ümumi anlayışa baxırdıq, ümumidən xüsusi çıxardırdıq. Və yaxud da xüsusidən ümumi. Snek yox. Xüsusidən ümumiyə gedən. Emin kitabda da var ki, burada deduksiyaya yol verilir, yəni deduktiv düşünməyə yol verilir. O birisinin də altına yazır ki, burada da induktiv düşünməyə yol verilir və bu da düşmüş sualdır. Keçən ilin iş üsullarına aid düşmüş sualıdır. Yaxşı. Yadımdan çıxdı mənim. Yaxşı, başqa birinin o sualı verəndə biləcək inşallah. Yoldaş qiymətləndirməsi hansı iş üsullarında var idi? Yoldaş qiymətləndirilməsi müəllim, deməli yoldaş qiymətləndirməsi deyirəm müəllim. Birgə öyrənmə yoldaş qiymətləndirilməsi. Hə müəllim, karseldən akvarium. Ay, sağ ol. Əla, dedim indi bilməyəcəm. Yaxşı. Deməli, Elçin müəllim, biliklə yaxşı arqument gətirmək hansı iş üsulunda var idi? Arqument gətirmək. Debatdaydı müəllim. Ay, sağ ol. Debatda düzgündür. Yaxşı. Elçin müəllim, 32-ci sualı işlə. 32 anlayışın sarılması, debat, 3-2-1 simulasiya şagirdlərə yanaşmalarını arqument gətirərək əsaslandırmalıdır. Bu debata aiddir müəllim. 2 A variantı. Sonra məlumatlar arasında əlaqə qurar şagird xəyali bir situasiyasını refleksiya etmək üçün əlverişli üsuldur. Refleksiya 3-2-1-dir müəllimə. Aha, 4-ə düşür 3. Yox, D-də D, 3-ə düşür D. 3-ə düşür D müəllim. Sonra məlumatlar arasında əlaqə quraraq cavabın tapılmasına anlayışın sarılması. Ay, sağ ol. Simulyasiyada şagird xəyali bir situasiyanı canlandırır. Rol, başqa biri roluna girir, düzgündür. Elçin müəllim, sən mənə də görüm zəhmət olmasa, Rozenşaynın 6 prinsipi hansı idi? Deməli, Rozenşaynın müəllim 6 prinsipi hamısını sayım. Say. Həmən. Deməli, Rozenşaynın müəllim 6 dənə prinsipi var idi. Prinsip 6 prinsipdən ibarət idi müəllim. Orada biri tədrisə daha öyrəncə öyrənənlərə qısa təkrar ilə başlayın. Ay, sağ ol. Ardıcılığın sayın müəllimə yoxsa mütləq ardıcıl, arzulıq düşür. Hə. Bir də materialı kiçik hissələrə, prinsip 2-də də materialı kiçik hissələrə müəllim, sonra da şagird fəaliyyətinə yeri ayıran idi. Sonra prinsip 3-də var idi müəllimə. Deməli, modellər üzərində iş idi. Modellərdən işlənmiş nümunələr təqdim etmək idi. 4-cü prinsipi o idi ki, müəllim, anlamanı yoxlamaq idi. Sonra anlamanı yoxlamaq idi. 5-ci prinsipdə müəllim o idi ki, şagirdlər köməyinizə yeni mövzunu tətbiq etməsinə şərait yaradın. Biri qaldı. Hansı qaldı? Prinsip 6. Ərəb söhbətinin Azərbaycanın Xəzər sahili vilayətlərində möhkəmləndirməyə xüsusi diqqət yetirilməsinin səbəbi nə idi? Tapşırıq, bilik və təfəkkürün hansı növünə, idraki sahənin hansı növünə uyğun gəlir? Deməli, idraki sahə müəllim o idi ki, xatırlamaq, anlamaq, tətbiq, təhlil, dəyərləndirmək, yaratmaq. Bizdən səbəb istəyir. Biz də bu səbəbə cavab verməliyik. Biz bu səbəbə cavab verəcəyik, cavab verəcəyik. Azərbaycanın Xəzər sahili vilayətlərində möhkəmlənməyə xüsusi diqqət yetirməsi. Bir də var, konseptual bilik var müəllimə. Sonra xüsusi diqqət yetirməsinin səbəbi nə idi? Bunu konseptual, sonra... Buna cavab verin, müəllim, düşünüb cavab verəcəksiniz də. Düşünməklə bağlı olan təfəkkür növü hansısa düşünüb yaxşı cavab verməlisən. Anlamaqda anlayışsa cavab verir müəllim. Bəli, izah edəcək ki, bir də anlamaq. A variant müəllim. Müəllim, izah edəcək ki, buna görə baş vermişdi, belə baş vermişdi, səbəbi bu idi. Yaxşı. Deməli, Əsnət birdən sual verəcəm deyə test keçirəm buranı. Yaxşı. Deməli, Elçin müəllim, gəl baxaq biz səndən, deməli, 31-ci suala. 31. Məktəbdə ictimai tədbirlər zamanı bir neçə şagirdin fəallığı həmişə xarakteriz etmədi müəllim.
Ay, sağ ol. Həmişə, hər zaman. Sən mənə geriyə planlamanın ardıcıllığını danış. Həccədən planlamanın ardıcıllığını. Planlama, Mhm. geriyə planlama, Nəticədən planlama. planlama. Hansı? Demişdik, mütləq üç şey bir-birinin dalından gəlməlidir. Müəllimin planına baxıb elə. O mən sizə onu yazmışdım ki, bax planda bunlar var, budur. Deməli, mən geriyə planlama Yaxşı, siz mənə deyin görüm gündəlik planlaşmada nələr əks olunur? Gündəlik planlaşmaya müəllim nələr yazır icmalına, yəni nələri qeyd edir? mənim şagirdi gündəlik planlaşdırmada Dərsin adı, alt standart, məqsədi, motivasiyası, iş üsulu bu gündəlikdə qeyd olunur. Standart etmək, qiymətləndirmə mən Aha. Bəs indi bax Elçin müəllim, nəticədən planlama gedir də adı. Orada üç ardıcıllıq var. Demişdik ki, bunlar əsla bir-birinin yerinə keçə bilməz. O üç ardıcıllıq nədir və düşən sualımızdır. deməli gündəlikdə mənim alt standart mövzu, məqsəd, təlim nəticəsi idi. Aha, bunu Sonra dedik. Yəni bunlar qeyd olunurdu. Motivasiyası, bunlar qeyd olunur. İndi illiyin ardıcıllığını istəyirəm. Ən çox düşən sual. illik planlaşdırmanın müəllimə. Bəli. Deməli mən illik planlaşdırmada da İpucu vermək mövzu istəmirəm. verilirdi. Mən Aha, yəni mövzu yaxşı. sonra mövzu verilir, sonra mən orada nöqtələr var idi. Mövzu, sonra Elçin müəllim 48 42 48 49-u işlə. bu test üstündən baxın. 48 49-a bax Elçin müəllim. Açıldı test. Uşaq anasının paltar tikdiyini müşahidə edə-edə özünün gəlinciklərinə parçalardan mənim hərəkət imitasiyadır. Ay sağ ol. Gözünlə görüb. 49-u da işləyin. Müəllim. Şagirdlər musiqi dərsində müəllimin şifahi təlimat obisi idi. Manipulyasiya. Ay sağ ol. Aha, bir dənə çətinini də verim gedək. Demək. Demək, bu da olmalıdır. Çətin suallar olmalıdır ki, 3 dənə tapsam verəcəm indi. Hansı ki, deməli baxın bir dəqiqə. Bir dəqiqə. 154. 154. Sıra duruşu icra edilərkən müxtəlif növ silahlarla duruş şəkilləri nümayiş etdirildikdən sonra şagirdlər şəkillərə əsasən sıra duruşunda düzlənməyə başladılar. Şəkilə baxıb verirsən müəllim, bu şəkil idi, resept idi, baxmaq, Ay, sağ ol. imitasiya, manipulyasiya müəllim. Müəllim, ay sağ ol, bəli müəllim. Manipulyasiya düzgündür. Bu xarakterizə etməyə aid testlər var idi. Çoxu tapmıram indi hardadır. Xarakterizə etmə asandır müəllim. Demək. Orada açar söz Yox, var. onu yox. Orada bir dənəsi var. Deməli. Aha, 114. Müəllim şagirdlərə özlərinin məqsəd və maraqlarını üzə çıxarmağı tapşırır. Tapşırığı verir. Şagirdlər də bunun üçün sorğular tərtib edirlər. Cavab vermədə müəllim. Elçin müəllim, diqqətli ol. Onlar da gözdə bir də Elçin müəllim, baxın. diqqətli ol. Yaxşı, o da var. Cavab vermə də var, amma ondan da böyüyü var axı. Özünü tanımaqdan bağlı. Artıq uşaq özünlə bağlı. Uşaq özünü tanıyırsa buna sual tərbiyə edəcək. Bağlı təşkil etmək. Ay sağ ol. Cavab vermə var, amma ən böyüyü özünlə bağlı suallar axtarmalıdır uşaq. Özü metakognitiv bilikdirsə təşkil etməyə aiddir. Deməli, Elçin müəllim belə bir sual verirəm sənə. Sən gəl bizə zəhmət olmasa oyun və oyunlaşdırmanın fərqini izah elə. Oyun və oyunlaşdırma müəllimi. Oyun və oyunlaşdırma. Bu həftə bütün qrupların təkrar dərsidir. Hamısına dərsinə qoşula bilərsən. Oyun əsaslı o idi ki, deməli oyun əsaslı öyrənmə mənim təkcə tapşırıqla deyil, öyrənmə prosesini gördükdə oyun əsaslı qurulmağı nəzərdə tuturdu. Mənim hər hansısa əsəri öyrənmək üçün səhnələşdirmə, alış-veriş, sonra oyunlaşdırma qaldı müəllimə. Aha. Yəni oyun əsasında rola girirsən. Oyun əsasında rola girirdik. Başqa bir rolla meyvə, şəhər mi deyirdik ki, müəllim hər uşağı bir region adı qoyur, bir meyvə adı qoyur ki, dərsdə oyun qururuq. Oyunlaşdırmada isə bu əlaçı, milyonçu oyunlarının dərsə qurulması idi. Bəli, mənim inteqrasiya edilirdi burada. Cavablara uyğun toplama səviyyədə keçirilmə. Demək, planlaşdırmanı bilmədin, taksonomiyanı bildin.
İş üsullarından səhvim var cüzi formada. Başqa nəyə sual verim sənə bir dənə görüm nə qaldı? Bir dəqiqəmiz var. Demək başqa nə verim? Heç nə Elçin müəllim. Elçin müəllim tam mükəmməl deməyəcəm. 80% oxumusunuz. Daha yaxşı ola bilərdi. Daha yaxşı gözləyirdim. Yaxşı, mən çalışaram. Aha. Yəni belə olmalı deyil. Öz-özə bilirsiniz ki, belə olmalı deyil. Yaxşı. Səmral müəllimə gəl. Bu axşam müəllimlər axşam kombinasiyaya daxil olmaqla fevral qrupunun sual-cavab dərsi var. Mütləq vaxtı olan qoşulsun. Kinodur, gəzməkdir, iptal eləyin. Mütləq qoşulun. Sabah başdan taksonomiyaya daxil olmaqla yanvar qrupunun təkrar dərsi var. Ona da qoşulun. Artıq həftənin deməli 5-ci günüdəki sıfırdan dərsim başlayır. Ona da istəyən onun olsun linkini göndərməyəcəm. Çünki sıfırdan başlayan qrupun ilk dərsi olanda o linki onları qorxuzulmaq üçün həməyə göndərmirəm. Belə, getdik. İndi bu gün mən sizə formativ qiymətləndirməyə başlayacağam onsuz da. Səmral müəllimə gəl, Elçin müəllimin bayaq cavab vermədi. Elçin müəllim diqqətlə qulaq as. Nəticədən planlama haqqında bizə məlumat ver. Tamam, yaxşı. Nəticədən planlama haqqında salam bir daha müəllimə. Nəticədən planlama o ki, birinci təlim nəticəsi idi, sonra qiymətləndirmə, ondan sonra fəaliyyət idi. Bu niyə belədir? Çünki bu müəllimin planıdır. Birinci müəllim mövzunun adları idi. Ondan sonra qiymətləndirmə o ki, kəsəgələrin vaxtlarıdır. Fəaliyyət isə müəllim dediyi vaxtda artıq da mövzunu başladığı üçün fəaliyyət adlanır. Sağ ol. Allah, həyata keçirdir mövzunu. Elçin müəllim, nəticə və müəllimin illik planı olur. Onun nəticələrlə dərsindən mövzu adları qeyd olunur iyunun 14-nə qədər. Orada KSG vaxtları da var, hamısı bir qiymətləndirmə də var. Sonra müəllim hər dərsin öz vaxtında fəaliyyətini həyata keçirdirdi. Yəni bunu yadınızdan çıxartmayın. Yaxşı, sən bir deyə gördün mü Səmral müəllimə? Deduksiya və induksiya hansı iş üsulundaydı? Deduksiya o hərflərdən yadımda saxlanır. Deduksiya klasterdəydi, induksiya da anlayışın çıxarılmasında. Yəni deduksiya necə klasterə yoğunlaşdırmısan? Rahat olun biz də bilək. Deduksiya, əslində siz dediyinizi əzbərləmişəm. Deduksiya dedikcə, yəni ki, xüsusidən, ümumidən xüsusiyə gedirik də, yəni ki, orada. Amma induktivdə isə xüsusidən ümumiyə gedirik. Yəni, anlayışın çıxarılmasında hamısı yazır, sonra misal üçün, fikrlə meyvələrin misalında qarpızdır, çiyələkdir. Biz orada müəyyənləşdiririk ki, bu ümumi tapmalıyıq. Düzdür. Ay, sağ ol. Elə olur. Klasterdə şaxələnməkdir də müəllimə. Bir dənə mövzu adı qoyulur, o şaxələndiyi üçün xüsusidən gedir ümumiyə. Aha. Səmral müəllimə, elə bir dənə təkrar elə cümləni, elə bir cavabı düz dedin, amma izaha səhv elədin. Bir də görüm. Baxın görün səhv deyirəm. Deyirəm ki, klasterdə müəllimə mövzu adı qoyulur, o şaxələnir. Ümumi gedir xüsusilərə bir-bir. Klasterdə ümumidən gedir bir xüsusiyyət. Tax ki, ortaya verib isim. Yazır, adı var, halı var, sualları budur. Onun xüsusi fərqli formada nüanslarına gedir. Nə demişdik? Nüanslara gedirsə, deməli ümumidən gedirik xüsusiyyətə. Sağ ol, deduktiv, sağ ol, düz demişdim bayaqlarım. Aha. Amma anlayışın çıxarılmasında isə xüsusi nüanslara baxırdıq. Xüsusi taxsiyə deyirəm ki, ad bildirir, hal bildirir. Bundan tapırdıq ki, obş ümumi. Bu induksiyaya aiddir. Aha, hə. Mən də elə dedim, deyəsən müəllimə, vallahi elə dedim. Cüzi bir səhvə yol verdiniz, eybi yox, yaxşı. Siz mənə gəlin deyin, görüm, homogen və heterogen qruplar nədir? Açıq və qapalı sual nədir? Homogen qrup odur ki, yəni ki, eyni səviyyədə olur da, yəni ya yaxşı oxuyanlar, ya da ki, zəif oxuyanlar. Amma heterogen ən yaxşısı, çünki həm zəif oxuyan, həm güclü. Deməli, siz gəlin mənə deyin görüm. Deməli, siz mənə deyin görüm, zəhmət olmazsa, hansı iş üsulu idi ki, bilikləri optimallaşdırmaq üçün idi? Optimallaşdırma 1 bölü 2-2-1 idi də. 1 bölü 3-2-1. Aktivləşdirmək üçün hansıydı? Venn diaqramı. Aktivləşdirmək. Düz deyirsən. Düzdür. Aktivləşdirmək müəllimə klasterdir. Klaster demədiniz? Aktuallaşdırmaq da bir Venn diaqramı idi. Mən onu adı müəllimə aktuallaşdırmaq deyilir. Aktuallaşdırmaqla aktivləşdirmək ayrı-ayrı şeylərdir. Arqument gətirmək debatdır. Deməli, ola bilər bayaq səhv demişik, bəlkə deyəcəm müəllimin izahında bunu. Deməli, arqument gətirmək debatdır. Aktuallaşdırmaq eynidir, aktivləşdirmək klasterdir. Aktivləşdirmək klaster, aktivləşdirmək.
Yaxşı. Siz gəlin mənə deyin görüm zəhmət olmasa, hansı iş üsuludur ki, həmin iş usulunda biz deməli şagirdlərin nömrələri yedik. Bu şagirdlər tutaq ki, ana və digər qruplara bölünür, materialı oxuyub gəlir, öz qrupunda danışır. Bu hansı iş usuluna aiddir? Hansı iş usulundadır ki, hansı iş usulu yaradıcı təfəkkürü inkişaf etdirir və həmin iş usulunda şagirdlərin hamısında bir özgüvən formalaşır. Şeydə beyin həmləsi. Ay sağ ol. Ona bir ad nədir? Əqli uzun. Ay sağ ol. Yaxşı. Siz deyin görün mənə zəhmət olmasa, taksonomiya qaldı. Belə bir sual verirəm sizə. Deyirəm ki, Səmral müəllimə tutaq ki, Səmral müəllimə öz qrup yoldaşlarına kurikulum məsələlərində kömək edir, onlara səhvlərini izah eləyirsə, bu deməli, ay sağ ol, afərin. Aha, dəyərləndirməyə. Hər iki nüansda, həm idrakda, həm emosionalda dəyərləndirməyə aiddir. Deyirəm ki, indi Səmral müəllimə tutaq ki, Səmral müəllimənin tutaq ki, yenə bir qrup yoldaşları var, onlar imtahana gedəcək və onlar gözləyir ki, Səmral müəllimə onlara bir necə deyim, motivasiya versin, onlara həvəs versin, sənin fikrin onlar üçün vacibdir. Onlar sən ona əməl eləyirlər, sən yolunla getməyə çalışırlar. Yəni sən onların sanki bir liderirsənsə, demək səndə emosionalda hansı mərhələ var? Təşkil etmə. Ay sağ ol. Özü də onlar təşkil edir, təşkilatçısan sən, özü təşkil etmə. Deyirəm ki, Səmral müəllimə şagird dərs danışdığı yerdə uşağın fikri başqa yerdədir. Uşağın fikrini dərs cəlb eləmək üçün sual verir. Emosionalda hansı mərhələyə aiddir? Qəbul etməyə. Ay sağ ol. Ay, müəllimə cavab verəndə cavab mərhələsi idi. Cavab vermə idi. Əgər sual verirsə, cavab almaq üçün cavab vermə mərhələsindən idi. Amma belə diqqəti cəmləmək üçün qəbul etmədə düzdür. Aha, bəli, həmişə sual vermək, cavab almaq üçündür, amma diqqət cəlb eləməkdən başqa. Yaxşı. Səmral müəllimə, yaxşısan. Əla, maşallah. Bir dənə sən mənə danış görüm indi summativ qiymətləndirmə nədir, onu danış get. Cüzi bir məlumat ver. Summativ qiymətləndirmə hansı növlərdə var, hansında yoxdur? Yaxşı. Mənim kiçik summatını, böyük summat, KSG-nə, BSG-nə danışacağım. Yaxşı. KSG deməli biz bir yarım ildə 3 dəfə, hətta 5-6 dəfə də ola bilər. KSG-də deməli 1-ci sinifdən başqa, ümumiyyətlə BSG və KSG 1-ci sinifdən başqa 2-dən 11-ci sinifə qədərdir. KSG 2-dən 11-ci sinifə qədər bütün fənlərdə olur. Həmçinin KSG sonra BSG keçsin. BSG deməli 4, 9, 11-də bütün fənlərdən olur. Qalan dərs qalan siniflərdə isə BSG-lərimiz təkcə əsas fənlərimizdən olur. Azərbaycan dili, riyaziyyat, bir də ki, ingilis dilindən olur. Amma ki, lisey və gimnaziyalarda isə fərqli 6 dənəsini verə bilərlər. Bunlar kimyada aid idi, isə biologiyada olurdu. Məktəbin təmayülünə aid. Elə məktəb var, tarix coğrafiyadan verir. Eləsə var, kimya biologiyadan verir. Texniki isə o texniki fənlərdən, humanitar fənlərdən verir şagird. Baxır məktəbin təmayülünə. Liseyin təmayülünə. Hesablanması. Hə, yox, mənim ehtiyac yoxdur orasına. Uyğunlaşdırmanın etibarlıq prinsipi nə idi? Uyğunlaşdırma olur ki, misal üçün siz indi bizə misal üçün demisiniz ki, formativi verməmişsiniz. Amma siz indi bizə formativi əgər soruşsaq, bu uyğunluq prinsipi pozulur. Amma ki, siz bizə summativə qədər soruşsaq, bu uyğunluq prinsipi yerinə yetirilir. Valideynlik isə budur ki, yəni ki, uşaq əgər birinci KSG-də 80 bal alsa, ikinci KSG-dən də 80 bal və yaxud da ki, 85 bal gözlənilir. Çünki ondan aşağı və yuxarı olursa, valideynlik prinsipi pozulur. Aha, əla, çox sağ ol Səmra müəllimə. Yaxşısan, oxumusan. Nahidə müəllimə gəl. Demək ki, sizi bir ayda silkələmək lazımdır. Şamya aiddir. Müəllimə. Salam Nahidə müəllimə, salam. Nahidə müəllimə, sən gəl bizə elə diaqnostikdən başla gedək. Diaqnostik qiymətləndirmə nədir? Deməli, diaqnostik qiymətləndirilmə ilkin qiymətləndirilmədir. Bu, yəni yeni dərs ilin əvvəlində yazırdı, amma qiymətləndirilmə formatik qiymətləndirilməkdir. Yəni rəy verirdi də, yaxşı, müəllim rəy verir ki, məsələn, yaxşı izah edərdin və yaxşı izah eləmədin. Ay, sağ ol. Düzdür. Kognitiv biliyi şagirdlərdə formalaşdırmaq üçün 3 üsul var idi. Bu hansı idi? Dünən də göndərdiyim sınaqda buna aid sual var idi. O sınağa gedə saat 13-də yazmışdım. Kognitiv biliyin özünü qiymətləndirilmə. Necə yazmışdı sınağı? Heç mən düz izahına vaxtım olmayıb, amma heç izahını çəkməmişəm, amma çəkəcəm. Necə yazmışdı? Yaxşı yazmamışdım. Yazda 8-dən 9-un belə yazmışdım, 15 dənədə. Orada mənim suallarım da var idi. Gülər müəllimənin də sualı var idi. Telegramdan tapmışdım, qəşəng suallar var idi doğrudan da. Hansı ki, heç time-da olmayan suallardan idi. Amma qalan bir 200 dənəsi onun suallarından idi. Qalanları öz sualım idi. Demək, yaxşı.
Nahidə müəllimə, sən gəl bizə danış görüm, zəhmət olmasa mənə məlumat ver görüm. Deməli, inklüziv təhsilin hansı keçirilmə forması var idi? O necə idi? İnklüziv təhsil məsələn bütün şagirdlərə eyni cür yanaşırdı da müəllim. Aha. İndi deyir ki, Linda Graham tərəfindən dərsi 3 keçirilmə üsulu ayrılmışdı inklüziv təhsildə. O 3 dənəsi nə idi? Yaxşı, refleksiya üsullarımızı sayın görün bizə. Refleksiya üsulları deməli 3-2-1 idi. Yox. Aha, bəli, var. 3-2-1 var. Yönəldirmə, o idi mənim. Yönəldirmə, müzakirə, müsahibə. Yox, o sorğu və araşdırmadaydı. Aha. Refleksiya üsulları istəyirəm. Sorğunda aparılırdı. Ay, sağ ol. Hə, mənim cümlə köşkləri 10 deyirəm. Ay, sağ ol, onu deyirəm. Hə, deməli refleksiya, şəxsi jurnal olduğu ki, məsələn, vaxt yoxdur, müəllim jurnal verir ki, buraya. Refleksiya, şəxsi jurnal oydu. Müzakirə dərsin sonunda dərsi müzakirə eləyirdi. Müsahibə bir nəfərdən soruşurdu. Cümlə kökləri, o müəllim cümlə verir, nöqtə qoyurdu, bunu tamamlamaq lazım idi. Mən kifayətdir, gəl sən sual verim indi, eyb yoxdur. Yaxı bunu da demək bilirsən, cəlb olunma üsullarımızı başqa müəllim sayar. Gəl sən belə bir sual verirəm sənə. Deyirəm ki, tutaq ki, müəllim tarix dərsinə aid şagirdlərə dərsi keçəndən sonra şagirdlərə evə tapşırıq verir. Şagirdlər də gedib evdəki tapşırığı, dərsi oxuyandan sonra testləri işləyə bilirlərsə, burada idrakın hansı mərhələsinə aiddir? İdrac, xatırlamaq, anlamaq, təhlil etmək, tədqiq etmək, dəyərləndirmək. Müəllim test işləyir, gedib şagirdlər yazırsa, anlamaq idi müəllimə, şagird başa düşürsə. Müəllimə, əgər dərs zamanı, izah elədiyinə aid dərs zamanı, 45 dəqiqəyə dərsdə izah elədiyinə aid sual verirsə, o olur anlamaq. Deyirəm ki, indi uşaq gedib evdə eləyəcək. Uşaq gedib köməkçi vasitəsilə, uşağa bir də bir kömək var. Demişdik ki, uşaq sərbəst özü eləyirsə, anlayıb eləyir. Amma sərbəst özü evdə bir şey eləyirsə, anlayıb eləyir. Amma uşağa bir köməkçi vasitə varsa, nəyədənsə istifadə edib eləyirsə, demək onu tətbiq eləyir. Dedim ki, uşaq gedib evdə dərsi oxuyur, müəllim yazdığı dərsi oxuyur. Ona uyğun işləyir. Müəllim yazırdığından nə edir? Müəllimin verdiyindən nə edir? İstifadə edir. Desəydim ki, müəllim dərs zamanı uşağa dərs öyrətdi, danla uşağa dəstur verdi ki, bunu elə. Onda olur dəstur versə, test versə, onda da uşağa bir sual versə, izah etdiyinə aid, onda olur anlamaq. Deyirəm, müəllim uşağa dərsi izah edir, deyir, indi mənim bu sualıma cavab ver. Onda anlayıbsa cavab verəcək. O dərs zamanına aiddir. Amma artıq evə verdiyi tapşırıqlarda və ya uşağa bir uşaq kömək alırsa kimdənsə, bu tətbiq eləməyə aiddir. Deyirəm ki, yaxşı, deyirəm ki, deməli, şagird hansısa tutaq ki, bu kurikulumu öyrənmək üçün dəfələrlə məşq edirsə, psixomotorda hansı mərhələyə aiddir? Dəfələrlə məşq, psixomotor, imitasiya manipulyasiya. Ay, sağ ol, o da, hə, imdad sözü, hə. Dəfələrlə, müəllimə təbiiləşmə, mükəmməl bir mükəmməl eləyir bu. Hələ bu yazıq deyirəm məşq eləyirik. Məşq eləyirik ki, yaxşı bilsin. Cümlənin mənasına baxın. Öz üzərində baxın, kömək eləməyə heç kəs yoxdur. Nə videoya baxır, nə təlimata baxır. Özü eləyir də bunu sərbəst. Özü eləyir, dəqiq. Ay, sağ ol, özü eləyir. Amma prosesi ki, yaxşı eləsin. Sərbəst, dəfələrlə öz üzərində işləyirsə, dəqiq olmaq üçün çalışır Nahidə müəllimə. Yaxşı. Nahidə müəllimə belə bir sual verim sənə. Deyirəm ki, şagird tutaq ki, öz dərs oxumağı ilə məktəbdə hamıdan seçilir. Emosionalda hansı mərhələyə aiddir? Məktəbdə hamıdan seçilirsə, qəbul etmək. Müəllimə, seçilmək nə deməkdir? Yəni bu uşaq artıq bunda həmişə bunu eləyib seçilir. Kimsə bir işi bir dəfə eləyəndə onu demirlər falan kəs bunu eləyib. Seçilirsə artıq bunda o nə halını alıb? Bəli, xarakteriz etmə, seçilir, tanınır. Deyirəm, Aytəkin müəllimə dərs sınavına başlayan kimi deyir ki, hamı səssiz alsın, telefonları məni dinləsin. Emosionalda hansı mərhələyə aiddir? Diqqətli olmaq, qəbul etməyə.
Ay, sağ ol. İş üsullarından iş beyin həmləsi yox. İş üsullarından hansı iş üsulu idi ki, deməli həmin iş üsulumuzda deməli nə qayırdıq? Bir dənə qoy düzüm qoşum. Hə, yaxşı. Sən mənə gəl qərarlar ağacının ardıcıllığını say. Təkrar verdiyim sualları vermək istəmirəm, ona görə vermədim. Müəllimə necə qərarlar ağacı? Qərarlar ağacı necə baş verir? Bax, onun keçirilmə ardıcıllığını say. Deməli, müəllim bir sual verir, hamı o sualı dinləyib, hamı elə ki, beyin həmləsi kimidir də, hamı suala cavab verir. Cavab verəndən sonra 3 dənə elə ki, ən yaxşı cavab seçilir, 3 dənə elə ki, cavabı müzakirə edirlər, birini götürürlər, bir dənə ən yaxşını seçib götürürlər qərarlar arasında. Ay, sağ ol. Aha, yaxşı. Çox sağ olun Haydə müəllimə, çox çalış. Taksonomiyada biraz zəif, sən daha da diqqətli ol. Oxuyun, çalışmaq lazımdır. Sevgi müəllimə gəl. Salam müəllim. Salam Sevgi müəllimə. Məsələn, xanım siz səsi bağlayın zəhmət olmasa, açıq qalıb, mən də bağlaya bilmədim. Deməli, Sevgi müəllimə başla. Sən bizə problem və layihənin fərqini de. Problemlə layihənin fərqi ondan ibarətdir ki, problemdə deməli problem spesifik bir problem qoyulur, amma layihədə isə geniş spektrli bir mövzu əsasında olur. Problemli də deməli fasilitatorluqda bir addım geridə dayanır, amma layihə əsaslı isə müəllim həmişə daim dəstək olur. Problem əsaslı da çox az vaxt deməyək, bir həftə, bir ay qısa müddət qoyulur, amma layihədə çox geniş bir vaxt. Necə? Yəni problemdə müəllimə maksimum bir həftə vaxt qoyulur. Bir həftə 10 gün maksimum. Vaxt qoyulur, amma layihədə hətta bir ayda vaxt qoyula bilər, hətta 6 ayda, yəni yarım ilə qədər vaxt qoyula bilər. Problemdə problemin həlli yolu, həll prosesi qiymətləndirilir, amma layihənin qiymətləndirməsi çox mürəkkəb şəkildə gedir. Yəni hər dəqiqliyə qədər fikir verib elə qiymətləndirmə aparırlar. Aha. Sonra qiymət necə verilir bunlara? Qiymətləndirmə necə verilir? Yəni layihəni necə hazırlayıb və yaxud da nə bilim. Aha, nə bilim, yoxda doğru sözlər var idi. Yəni əməkdaşlığa, ünsiyyətə. Necə mənim? Əməkdaşlığa, ünsiyyətə. Məsmə xanım, deməli siz bilməsəz də müəllimə, siz gəlməsəz də bu da arxada exo verə bilir o biri müəllimlərə. O yəni sizlik bir şey deyil. Siz səs qalanda exo verir. Yəni sizə səs gəlməsə də müəllimə exo verir. Ona görə bağlayın deyirdim ki, məndə artıq exo verirdi. Sizin xəbəriniz yoxdur burdan. Exo verirdi sizin səs açıq qaldığı üçün. Yoxsa mən niyə deyim səsi bağlayın, nə qəsdi qərəz deyim var ki. Davam elə müəllimə. Layihədə əməkdaşlığa deməli qiymət verilir. Sonra hansı necə deyim, necə fikrimi. Yəni problem əsaslı da konkretdir. Problemin həll prosesinə qiymət verilirsə, layihədə hər şeyə baxılıb qiymət verilir. Yaxşı. Yaxşı. Allahım ya Rəbbim. Halim nəydi? Deməli, deməyə bilər, hər hansı bir şəkil və ya öz həyatından bağlı nəsə bir hekayə danışa bilər və ya da ümumiyyətlə bir başqa hekayə. Uşağın diqqətini ilk anda dərsə cəlb etmək üçün yəni müxtəlif belə üsullar var. Smartdan bizə Smart haqqında məlumat verin. Smart nədir? Smart deməli S spesifik, M ölçülə bilən, əldə oluna bilən resurslar, T-də vaxt. Yəni bunu öyrənmişəm. Tamam, yaxşı. Siz mənə deyindirim zəhmət olmasa, deməli orada bizim var ki, deməli bir dəqiqə nəydən bağlı sizə sual verəcəkdim. Bax, qəşəng bir sual tapmışdım, fərqli bir sual tapmışdım, onu unutdum. Deməli belə bir sual verirəm. Deyirəm ki, hansı təlim formasındadır ki, bax diqqətli olun, keçək siyasi suallara. Hansı təlim formasındadır ki, müəllim şagirdlərə deməli dərsi izah etdikdən sonra uşaqların anlamasını yoxlayır. Uşaqların yəni anladığını yoxlayırsa, bu hansı təlim forması idi? Təlim forması? İş üsulu yox ha, təlim formasında. Yəni deyə biləcəksiniz indi. Hansıdır? Birbaşa mı, layihəmi, araşdırma mı, problemmi, diferensial təlimmi, sinxron mu, asinxron mu? Hansındadır ki, müəllim uşağın anlamasını yoxlayırdı?
Sinxron, asenkron bir dəqiqə, sinxron. Diqqətli ol. Qarışdırdım mən. Yaxşı. Hansı iş üsulundaydı ki, müəllim şagirdin öyrəndiyi ömür boyu yadından çıxmırdı, çünki həmin şeyi özəl eləyirdi. Bu hansı təlim forması idi? Yəni uzun müddətli yaddaşa keçirdi də, ən uzun müddət yadda qalırdı bu uşağın həmin o təlim forması. Bilirsiniz ki, bu dərslərin təlim formasıdır da, o problem deyil, layihədir, araşdırmadır, sinxron, asinxron, birbaşa, layihə, beşiyi, bunların hamısına da gedir təlim formaları. Siz də bunu bilmədiniz, yaxşı. Siz mənə gəlin deyin, görüm Rosenstein'ın 6 prinsipi hansı idi? 6 prinsipi o idi ki, əvvəlki dərsin təkrar sual verməli idi. Sonra dərsi keçərkən kiçik hissələrlə keçməli idi. Arada sual verməli idi. Ondan sonra yenə dərs keçməli idi. Yəni kiçik hissələrlə keçməli idi. Sonra metodlardan model uşaqlara təqdim etməli idi. Sonra araşdırma idi. Araşdırma deyildi. Anlama. Və bayaq sual verdim. Anlama hansında oldu indi? Rosenstein. Birbaşa təlim. O dərs adı nədir? Birbaşa təlim. Siz mənə deyin görüm. Bir də mən siz mənə deyin görüm. Birbaşa təlimin mahiyyəti nədir? Prinsip istəmirəm. Mahiyyəti nədən ibarət? Nə deyir bu bir təlimin özü bizə? Nə cür anlayırsınız? Bax, bu diferensial təlim dedik ki, bütün şagirdlərə fərqli yanaşmaqdır. İnteraktiv təlim uşağın pasiv qalmamasıdır. Bəs bu birbaşa təlimin mahiyyəti nədir? Birbaşa təlimin mahiyyəti ondan ibarətdir ki. Bax mənlər deyir ki, dedik ki, bax bunu öz sözdən anlayır. Deyir ki, birbaşa təlim deyir ki, bu mahiyyəti budur ki, yəni deyir müəllim deməsin ki, hansı uşaq dərsi öyrənə bilmir. Heç bir müəllim deməsin ki, hansı uşaq dərsi qavraya bilmir. Bütün şagirdlərə dərs öyrədilə bilər. Zəif olsa da, inklüziv olsa da, oxuyan olsa da, olmasa da, başa düşməsə də. Deyir dərsə əgər Rosenstein prinsipindən keçsən, dərsin adı nədir? Birbaşa təlim. Əgər deyir dərsi bu üsuldan keçsən, dərsi anlamayan uşaq qalmaz. Hansısa bir uşaq bir şeyi anlamır deyə bir şey yoxdur. Bundan ibarətdir bu təlimin mahiyyəti. Gəl bir dənə bu 55-ci sualı işlə görüm. 55. Şagird qız qalasının dəfələrlə çizilmiş maketini hazırlayır. Ona tapşırıq idrak sahəsinin hansı mərhələsinə uyğundur? Şagird qız qalasının dəfələrlə çizilmiş maketini hazırlayır. Maketini hazırlayır. Bir dəqiqə anlamaq deyil, dəyərləndirmək deyil. Maket dəfələrlə çizilmiş maketini hazırlayır. Dəqiqə yaratmaq. Niyə? O özündən mi qrup bu? Özündən mi qrup? Bu qız qalası var. Bu qız qalasının hamısı ayağını təsvir edə bilərik. Gözün qabağında qız qalası var ki, qız qalası bu cürdür. Hamımızın beynimizin qabağına bu səslənir. Gələr ki, nə cürdür qız qalası? Demək o uşaq qız qalasını təsəvvür edib bunu düzəldirsə, bir əlində bir nümunə var ki, qız qalası onu düzəldir. Ondan istifadə edib düzəldir bu qız qalasını. Onda mənim təhlil. Müəllimə. Sevgi müəllimə, nədənsə istifadə eləmək hansı mərhələyə aiddir? Nədənsə istifadə edirsən? Tətbiq etmək. Ay sağ ol, tətbiq. Bu uşaq da bunu qız qalasını düzəldibsə də bir iş görüb bu da. Bir iş görmə var. Bu da işi necə görüb? Özü düzəldib. Deyim, yəni bu özü istəyirəm, özüm düzəldib nə idi? Buna köməkçi vasitə nədir? Köməkçi vasitə buna qız qalasıdır. Bu uşaq bunu özündən kəşf eləməyib. Zar qız qalası. Şəkləmə bax, bu da düzdür. Baxmaq söhbəti yoxdur. Bu dəqiqə mən desəm ki, qız qalası necədir? Hamınız gözünüzü yumub deyirsiniz ki, deyə Xəzərin sahilində yerləşir, belə qalxırsan pilləkəndən, şəhərdədir, deyə bu formadadır. Hamımızın gözünün qabağına bu canlanır. Yəni bunu hamı görüb. Uşaq da gördüyü bir şeyi düzəldirsə, artıq o öz məhsulu deyil. Ona baxıb onu düzəldir, onu təsəvvür edib düzəldir. O söz bu da olmasa belə, o da müəllimə tətbiq eləməyə aiddir. 53. 53. Yeni aldığı dəqiq oyuncağını qutudan çıxaran, təlimata əsasən quraşdıran şagirddə psixomotor sahənin hansısa təlimata əsasınsa. İmdadda manipulyasiya. Ay sağ ol. Çox sağ ol Sevgi müəllimə. Sevgi müəllimə diqqətli ol. Yaxşısan, düzü boşluğun var, ümumiyyətlə hamımızda var. Hə. Nə oldu? Yaxşı. Sən götür də, götür ye, yaxşı, ağlama. Demək, Runlar müəllimə gəl.
2 nəfərimiz qalıb. Cunlar, Tamam. Hicran, bir də Aysel müəllimə qalıb. Cunlar müəllimə, ötən dərsdən dərs soruşmuşam yoxsa yox? Ötən dərs, bəli, sual-cavab elədiniz. Aha. Onda müəllimə icazə verin Aysel müəllimə gəlsin. Çünki o neçə vaxt danışmır. Aysel xanımdan soruşub sonra dərs izah edəcəm. Yaxşımı? Siz də müəllimə, yəni bilirsiniz ki, öndə 10 nəfər müəllimdir də. 10 nəfər müəllimə mən necə belə deyim də 2 saat dərs keçim. İstəyirəm ki, yəni 2 zom keçim. Çünki bu gün başqa dərsim də var. Ona görə üzrlü sayın. Bu gün çox sual cavab verdim. Hələyə bir 10 dəqiqə vaxt ayırmışam. Ona görə vaxtımız tez qurtardı. Yoxsa hələyə 5-8 dəqiqə ayırsa vaxt onu gedəcəkdi. Və yaxud da müəllimə, dərs bitsin mən sizə fərdi soruşuram. Siz Hicran müəllimə ilə siz qalıb sizə əl çürüyüb deyirəm ki, siz gözləyin, növbət dəfə birinci sizdən başlayacağam. Aysel müəllimə can. Salam, hər vaxtınız Salam xeyir. Aysel müəllimə. Aysel müəllimə çünki ayda bir dəfə qoşulur. Ona görə o birlər maşallah, onlar həmişə qoşulurlar. Onlar aktiv müəllimlərimizdəndir. Aysel xanımın da vaxtı yoxdur. Demək, Aysel müəllimə getdik. Sən də görün bizə zəhmət olmasa, deməli, oyun əsaslı oynanma ilə oyunlaşdırma fərqi nə idi? Deməli, oyunlaşdırma üsulunda oyun elementləri ilə tapşırıqlar inteqrasiya edilir də. Yəni orada cavablar verilir. O cavablara da uyğun xal toplama, səviyyə keçmə, belə bir şeylər olur. Amma oyun əsaslı öyrənmədə isə oyun əsaslı. Məsələn, Azərbaycanın iqlim tiplərini müəyyən etməyə, təkcə tapşırıqlarla deyil, öyrənmə prosesini özünü bütövlükdə oyun əsaslı qurmağa yönəldirir də. Məsələn, hansısa bir əsəri öyrənəndə onu səhnələşdirirsən, alış-verişlə bağlı yeni sözlər kontekstə gətirmək olur, tətbiq etmək olur. Bir də oyunlaşdırmada əsasən səhv etmirəmsə o xəmsə oyunu idi, sonra milyonların şoz belə bir intellektual oyunları oyunlaşdırmada tətbiq olunur da. Ay sağ ol, yaxşı. Aysel müəllimə, sən gəl zəhmət olmasa mənə bildir görüm, denən görüm. Bax, deməli, sorğu əsaslı öyrənmə necə idi ardıcıllığa? Sorğu əsaslı öyrənmə o öyrənmənin prinsipindəydik deyəsən, hə? Sorğu əsasında öyrənmə sual-cavabın tətbiq olunması idi. Sonra cavabların qiymətləndirilməsi idi, səhv etmirəmsə. Yaxşı, bunu bilmədiniz. Keçək digərinə. Siz gəlin mənə deyin görüm zəhmət olmasa. Fryer modeli iş üsulu hansıdır? Necə? Fryer modeli. Deməli, Fryer modelində Fryer modeli iş üsulları dəqiqəmənlikdə bir onlarına salım. Sual-cavab qoyulurdu. Yox, mən onu saxlayacağam. Sokrat dialoqu nədir? Söz analizini aparmaq idi. Orada söz var idi. Söz ehtiyatı yaratmaq. Necə? Nəyisə tərifini verməklə, vacib xüsusiyyətləri sadalamaqla. Özəyin demirsiniz də. Özəyi budur ki, dəftərin mərkəzinə müəllim uşağa deyir ki, dört bucaqlı çək, ortaya bir söz yaz. Bununla bağlı 4 anlayış çıxardırsan. 4 anlayış çıxardırıq. Hər küncə bir şey. Birinə yəni tutaq ki, sinonimini, birinə anonimini, birinə nə bilim xüsusiyyətlərini. İndi hər fənnin özündəki tarix dərsi sinonim axtarmayacaq. Tarix dərsi müharibə, hökmdar, paytaxt bunu axtaracaq, düzdürmü? Hər müəllim öz fənninə aid. Yaxşı, Sokrat dialoqu nədir? Sokrat dialoqu nədir? Sokrat dialoqunda mövzu qoyulur, suallar qoyulur. Sual-cavab əsasında aparılır Sokrat dialoqu. Sualdan sual çıxartmaq o şey deyəsən. Odur, cavabdan sual çıxartmaq. Sualdan sual verilir, onun əsasında, cavab verilir, cavaba əsasında sual, elə davam olur. Akvarium. Cavab Akvarium iş üsulu. Akvarium iş üsulu. Akvarium iş üsulunda isə ümumi hansısa bir qutuya və yaxud Sokrat müzakirəsinin bir versiyası var akvarium. Orta və böyük ölçülü qruplara ayrılır burada akvarium iş üsulunda da. Yəni böyük qrup olur, bir də kiçik qrup olur. Böyük qrupda xarici müşahidəçilər olur. Müşahidəçi dairəndədir. Kiçik qrupda isə daxili müzakirə aparan dairəni əmələ gətirir. Yəni bir ortada olur dairə. Bildim, anladım. Bir də xaricdə olur dairə. Yaxşı. Siz gəlin bizə mahiyyətini izah eləyin deməli. Simulyasiya və rollu oyunların.
var öyrənmənin tərzində. Simulyasiya və rollu oyunlarda hansısa bir bəzən bu iki iş sonunda eyni cür təqdim etmələr olur da, təqdim etsələr də, amma bunların fərqi də var da. Birində xəyali situasiya verilir simulyasiyada. Rollu oyunlarda isə hər hansı bir problemi müxtəlif nəzərdən yanaşır. Yəni özünü. Bunları müəllimə kitab dilində əzbərləmə. Bunların kitab dilində əzbərləmə. Simulyasiyada təqlid var. Bəli, simulyasiyada başqa birini oynayırsan. Simulyasiyada başqa birini oynayırsan. Amma simulyasiyada başqa birinin rolunu oynayırsan. Tutaq ki, Şah Sultan Süleyman, nə bilim kimsə də Təpəgözmü, Basatmı, Dədə Qorqudmu, başqa biri olursan. Amma rollu oyunda özün. Deməli. Özündən rol yaradırsan. Sağ ol. Yaxşı. Siz gəlin mənə deyin görüm, zəhmət olmasa. Deməli, siz deyin görüm mənə. Demək, araşdırmanı bilmədiniz. Sonra orada nə var idi? Bir dənə baxım. Sinxronla sinxronun fərqi nədir? Sinxron təlimdə bizim indi keçdiyimiz təlim sinxron təlimdir. Amma məsələn materialları atıb sərsiz müəllim izah eləyirsə, istənilən vaxtda öyrənən adam ona baxırsa, bu asinxron təlimdir. Aha. Yaxşı. Siz gəlin bizə deyin görüm, zəhmət olmasa. İllik planlaşdırmanın mahiyyəti. Bayaq Elçin müəllimə verdiyim sual. Hə, illik planlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, o məzmun nəticəsini ilin əvvəlindən tərtib edir müəllimə ki, məsələn, mən bu il ərzində bu işləri öyrədəcəm və bu nəticəyə nail olacam. Amma gündəlik planlaşdırmada isə bir dəqiqə. Sualı yola verirsiniz Aytən müəllimə. İllik planlaşdırmanın ardıcıllığı. Ardıcıllığını deyim. Bəli, əsas odur da. O sözü nə edirəm? Sözü hamımız bilirik ki, illik olur, gündəlik olur. Yaxşı. Deməli, illik cari planlaşdırma, yox, bir dəqiqə, illik planlaşdırma, perspektiv planlaşdırma. Bəli, perspektiv, illik, nəticədən planlama, geriyə planlama, bu yazığın 4 dənə adı var. Burada deməli, bir dəqiqə, təlim nəticələri qiymətləndirmə, olardır. Bəli, ikisi var. Üçüncüdə deyim. Öyrənmə fəaliyyətləri. Sağ ol, bəli, nəticə, qiymətləndirmə, fəaliyyət. Heç biri bir-birinin yerinə keçə bilməzdi. Yaxşı, siz gəlin deyin görün mənə, differensial təlimin komponentləri hansı oldu? Hansı? Differensial təlimin komponentləri. Differensial təlimin komponentləri. Aha. Deməli, bir dəqiqə mənə yadıma salım, o öyrənmə tərzi idi də differensial təlim. Komponentləri də audio eşidərək visual görünmə. Məzmun, şagirdə ötürülən informasiya, proses dərsin şagirdlər üçün düzgün qurulması, qiymətləndirmə. Nəticə qiymətləndirmə. Nəticə qiymətləndirmə. Sağ ol. Yəni, baxın, bunlar айтмəliyəm, sual düşürən, yəni yola verməyin, yaxşı oxuyun, düzdür. Demək, Ayşə müəllimə mümkün qədər hər dərs qoşulun. Bax, biz müəllimlərdən deyirəm, qayda baxırsınız, yoxsa yox. Normal sual cavablarımız gelir. Düz tənbəllik elədilər bu ay, amma bundan sonra tənbəlliyi qəbul eləməyəcəm. Bundan sonra mütləq hər dərs əvvəlki suallar verəcəm. Bir ay vaxtımız qalır. Heç olmasa öyrəndiyimizi yaxşı öyrənək. Yəni 10 nəfər üçün qoşuluruqsa, vallahi belə pis çıxmasın, o biri qruplarda mən hamısında 50-60 nəfər var. Yəni 10 nəfər üçün mən bura gəlib, bax bu gün 6 nəfər var. Qoşuluramsa, mən sizə dəyər verib qoşuluram. Əziyyətimizi itirməyək. Yəni oxuyaq. Yəni vallahi bir saat yarım vaxt az vaxt deyil ki, mən bura vaxt sərf edirəm. Qrupu ləğv eləməyəcəm, davam eləyəcəyik. Amma eləməyin ki, yəni sonra peşman olmayaq ki, niyə davam elədik deməyək. Yəni niyə vaxt itirdim bu qədər deməyək. Çünki şənbə günü hamının istirahət gündür, mən gedib istirahət eləmək istəyirəm əslində. Yəni dəyərləndirək. Demək, Aysel müəllimə taksonomiyaya keçdik. Demək. Taksonomiya, indi sual verəcəm sizə. Deməli, sonra izaha başlayacağım. 1-2 dəqiqədə bunu eləyək. 107. Ekran böyüdüm. Testi deyirsiniz. Bəli, 107. 107, 57-ci səhifədə. Yox, 57 səhifədə dərslərini baxacaq. Deməli, 107-də deyir ki, şagird şəkil oxuyan zaman öyrəndiyi yeni texnikanı davamlı sınaqdan keçirir. Bu şagirddə psixomotor sahənin hansı mərhələsi mövcuddur? Mənə bu əvvəlkilərin testləridir. Keçən il testi deyil. Bu başqa kitabdan verirəm mən bu testi sizə. Heç o kitab sizdə yoxdur. Tamam. Deməli, şagird oxuyan zaman öyrəndiyi yeni texnika var. Onu davamlı olaraq dəqiqlikdir müəllimə. Sağ ol. 106. 106-da.
Müəllim yeni dərsin imzahına keçəcəyini elan edən kimi şagird qeyd dəftərini hazırlayaraq fikrini müəllimə yönləndirir. O zaman şagird effektiv sahəni xarakterizə etmə Xeyr. ya da İzah- qəbul etmə. Müəllim dərs dahi gedəcək. Müəllimə qulaq asır. Aba, indi mən başlayacağım 2 dəqiqəyə. Ayşə oğul. Deyəcəm ki, ən vacib dərsdir mənə Qəbul qulaq asın. Hamı onda mənə qulaq asmalıdır. 108. 108. Şagird ətrafda digər insanların fikrinə görə davranan sərbəst qərar qəbul etməkdə çətinlik çəkən kimi tanınır. Onun bu xüsusiyyəti onun tez təsiratına düşməsində səbəb olur. Bu şagirdə bu xarakterizə etməlidir. Ayşə oğul tanınırsa bəli. Elə ən tətil suallar. Ay Allah, yenə belə olduq. Telefonda nə olub? Yaxşı. 102. 102. Dərsin sonunda müəllim şagirdlərdə refleksiya bacarığını formalaşdırmaq üçün çıxış bileti strategiyasını istifadə edir. Şagird bu strategiya nəticəsində özünün irəliləyişi haqqında məlumat əldə edir. Artıq müəllim olmadan da özü bu strategiyadan özünü qiymətləndirmə üçün istifadə edir. Bu zaman şagird effektiv özünü qiymətləndirmə varsa, xarakterizə etməlidir də. Müəllimə, həmişə hər zaman sözü yoxdur. Diqqətlə bax. Uşaq görür ki, müəllim belə eləyir, müəllimin üsulu yaxşıdır. Həmin üsulu öz də istifadə edir. Öz üsulu, özünü tanıyır ki, bunu eləyir. Özünə plan qurur, üsul qurur, strategiya qurur. Təşkil etmədir. Bəli, əlbəttə odur. Uşaq özünü təşkil edir. Cümlələ belə oxuyanda görürsən, uşaq özünü təşkil edir, təşkil etməyə aiddir. Ayşən müəllimə, sən bir dinlə bizə, mən izaha başlayıram. Sən bir dinlə bizə, deməli, kognitiv biliyi formalaşdırmaq üçün 3 forma var. Onları say. Hansı? Metakognitiv bilikləri formalaşdırmaq üçün 3 forma var məktəbdə. Onları say deyirəm. Metakognitiv biliklərin formalaşmasında özünü idarə etməkdir. Özünü tənzimləməkdir birinci. Özünü təhlil etmə. Tənzimləmə. Bir dəqiqə. Mən niyə başım qaçıb ay Allah? Ya birinci özünü monitoring edirdi, saçdığımız, o axırdaydı. Özünü monitoring, özünü tənzimləmə, özünü qiymətləndirmə. Özünü qiymətləndirmə, bəli. Birinci özünü monitoring edir. İndi özünü monitorinqə hansılara aiddir? 2 dənə sual var etdiyim sınavda buna aid. İndi özünü monitorinqə hansı aiddir? Əsas komponentlər, müşahidə, agah olmaq, rəy. Aferin sizə. Sağ ol. Ey Allah. Özünü tənzimləmədə də məqsədin müəyyən edilməsi idi, planlaşdırma idi, uyğunlaşma idi. Bir də özünü qiymətləndirmədə orada refleksiya var idi. Nə oldu qiymətləndirməmiz? Hansılar oldu? Summativ, diaqnostik, formativ. Summativ ilkin qiymətləndirmə oldu. Üzr istəyirəm, diaqnostik ilkin qiymətləndirmə oldu. Summativdə bir ölçmə. Harda ölçmə sözü görsən, bil ki, summativa aiddir. Ölçmə. Dərəcə. Və bu summativa aiddir. Formativ isə şagirdi izləmək üçündür. Deyir, formativ qiymətləndirmə budur ki, müəllim orada şagird nə öyrənəcək, şagird nəyi bilir, şagird hal-hazırda hansı vəziyyətdədir, bunlar haqqında müəllim məlumat ala bilir. Və bu formativa aiddir. Formativ bizim uşaqdan gündəlik soruşduğumuz dərsə aiddir müəllimlər. Deyir ki, formativ qiymətləndirmə şagirdi olduğu yerdən, olmalı olduğu yerə aparır. Məsələn, bax, sizlər ki, belə bax, bizim bugünkü dərsimiz. Mən sizin 4 nəfərcə, 5 nəfərcə sual cavab elədimmi? Siz əvvəl bu yerdəydirsə, inanın ki, o sual cavabdan sonra gəlib çıxdım bura. Arda səkərimiz odursan burada. Yəni, sizi olduğunuz yerdən, olmalı olduğunuz yerə apardısa, mən bildim ki, siz nəyi bilirsiniz, kim nəyi... Məsələn, mən bilirəm ki, indi Elçin müəllim nəyi zəif bildi, ona nəyi sual vermək lazımdır. Aysel müəllimə nəyi zəif bilir. Sizin haqqında məlumat aldım. Bu formativ qiymətləndirmədir. Deyir ki, formativ qiymətləndirmədə vacib xüsusiyyətləri var. Birincisi, təyin nəticələrinə uyğunluqdur. Elə uyğunluq nədir? Məsələn, mən bugün nəyim sizə formativ aid sual vermədim ki, keçdiyim aid sual verdim. Amma keçmədiyim aid sual versəm, o nə olur bizdə? Artıq uyğunluğun pozulması. Deyir, formativ də bu cür olsun. Müəllim uşağa keçdiyi dərs aid sual versin. İkinci, qiymətləndirmə meyarının olmasıdır. İndi onun haqqında sizə geniş məlumat verəcəm. Bu planlaşdırma dərsindən bağlıdır. Elə ona görə də mən artıq müəllimlərə digər qrupun dərslərindən, yanvar qrupu görəcək. Mən sabahlarım yanvar qrupla birinci ilə bu dərsdən başlayıram. Onlar planlaşdırmanı bitirdimi? Mən refleksiyaya cəlb olmağa başlayıram, onu keçmişəm. Artıq mən diferensial təlimə keçmirəm. Mən onlarda artıq bax bu dərsə başlayacağam. Formativ qiymətləndirmə dərsinə. Demək müəllimlər, nə oldu qiymətləndirmə meyarı? İndi onu deyəcəm sizə. Sonra var bizim effektiv əks əlaqəmiz, bir də var davamlı müşahidə paralelması. Müəllimlər, effektiv əks əlaqə nədir? Bax, mən sizə sual cavab eləyirəm ha. Həmin o sual cavab zamanı mən sizə rəylər verirəm. Bax, dərs zamanı sualcı baxın, rəy 2 cür var. Bir var ki, uşaq dərsi uşağa qiymət kimi verirsən ki, sən qiymətin budur, filan dərəcə falan. Bir də var ki, uşağa işlədiyi suallara rəy vermək. Bax, bu effektiv əks əlaqə müəllim və şagirdin qarşılıqlı ünsiyyətidir. Yəni, dərsin haqqında olan rəyi demirəm mən sizə. Mən sizə sadəcə bir müəllim kimi dediyim rəyi, məsələn, mən bayaq dedim ki, Elçin müəllim filan şeyi bilmir. Amma o artıq mən ona verdiyim rəydir. Yəni, effektiv verdiyim rəy. Deyir ki, yenə,
Effektiv, bu mənlə keçən il çıxıb, əvvəlkilər yox idi. Effektiv əks əlaqə iki hissəyə bölünür. Yenə bir var ki, uşağa müəllim gündəlik rəy versin. Bir də var ki, müəllim uşağa bölmənin axırına mən bugün dinlədiyim üçün, mən bugün sənə eləmişəm, bir dinlə bölmənin hamısına sual verirəm. Mənim bugünkü rəyim summativ rəyidir, summativ əks əlaqədir sizə. Çünki opşi. Yəni bir var ki, müəllim uşağa hər dərs sual cavab eləyib ona rəy versin. Bir də var ki, rəy yox da, əks əlaqə versin. Bir də var ki, müəllim uşağa ayda bir dəfə bölmənin sonundan sonra uşağa sual cavab eləsin. Bu da olur summativ əks əlaqə. Yəni uşağın lövhəyə çıxarılması deyək də. Bunun adı gedir, bu da sanki əks əlaqə. Deyir ki, bir var ki, müəllim kimi bu mənə aiddir. Müəllim deyir, uşaq çıxır lövhəyə, uşaq dərs danışır. Müəllim uşağa dərs danışırsa sözünü kəsir. Qarşılıqlı yüksək gedir. Sizdən mən ayamda. Mən sizə sual verəndə, test işləyəndə, mən yazıq heç vaxt gözləmirəm ki, yazıq olmayayım, nəsə yazıq deyiləm. Yəni mən heç vaxt gözləmirəm ki, kimsə bitirsin də bu testi. Anında o səhvini düzəldərək mənə falan şeydir. Mən buna diqqətlə bax. Bax deyir ki, uşaq çıxıb lövhəyə dərs danışır. Uşaq çıxıb misal həll eləyir, məsələ həll eləyir. Müəllim o uşağın səhvini anında düzəldir. Daş görür ki, uşaq səhv edib də falan şeyə, plus minus səhv qoyub. Tez gəlib onu sırf düzəldir ki, qoy misal səhv alınmasın. Məsələn, mən sizin səhvinizi tez niyə düzəldirəm? Bəzən bunu bir-iki nəfər deyir ki, bəs müəllim adamın sözünü kəsir. Mən niyə söz kəsim ki? Mənim nə qəsr qərəzliyim olsun ki, onsuz bunu öyrədən mənəm, öyrədən sizsiz, düzdürmü? Sadəcə mən o səhvi vaxtında düzəldirəm ki, bir var ki, sən onu axıra qədər bitir, ağrıqla yadında otur qalacaq. Elə müəllim var ki, test sən danışan kimi o çıxacaq. Elə biləcək ki, cavab odur. Mən onu vaxtında düzəldirəm ki, qoyursan o səhvi axıra qədər eləməmiş, səhvini Allah. Davamını düzgün gətir. Bir var ki, mən sizin axıra qədər gözlüyüm. O başqa biridir. Amma anında mən sizin səhvinizi deyən kimi düzəldirəmsə, bax onun adı korrekt edici əks əlaqədir. Məsələn, bayaq müəllimə hansısa bir sual verdim, nəyəsə, orada dedi ki, sözün biri səhv dedi. Mən anında onu düzəltdim. Sonra hətta beynimdə düşündüm ki, bəlkə bunu düzəltməyərdim, axırda deyərdim. Sonra dedim, yox, elə vaxtında düzəltməyim yaxşıdır ki, onu bu cür bilsin. Heç səhv sözünü, səhvi dilinə belə gətirməsin də, promoya qoyub düzlü desin. Bax, anında düzəltmək korrekt edici əks əlaqəyə aiddir. Bir də var ki, mən gözləyirəm, sən bitirəsən, sən bitirəndən sonra sənə fikrimi bildirirəm ki, müəllim, bu günlərim belə danışdın, falan şey səhv dedin, falan şey düz dedin. Bax, o təsviridir. Sən səhv düzü deyirəm. Var konstruktiv. Sən həm səhv düzü deyirəm, həm də bir də həmin o səhv dediyi şeyi səhv eləmədiyə, onunla bağlı bir də izah verirəm. Ki, bu səhvi belə bir də eləmə. Bax, səhvi düzü deyirəm ki, müəllim, bax, falan şeyi səhv dediyəm, falan şeyi düz dediyəm, bu da sən bunu düz dediyəm, bunu səhv dediyəm, bu da təsviri. Bir də var ki, həm də deyirəm ki, bax, Elçin müəllim, get aç dərsi bir də oxu, get qayda bax, get video izaha bax, o üsulları səhv eləmə. Bir də sənə yol göstərirəm, səhvi düzəltməklə bağlı. İstiqamət verirəmsə, onun adı olur konstruktiv əks əlaqə. Bir də var ki, rəy verdiyim zaman elə rəy verirəm ki, o rəyimdən sən bir motivasiya alırsan, bir həvəslənirsən. Yəni sənə artıq mən orada deyirəm ki, bax, nəticəyə əsaslanma, hakim mən bunu cavab verəmədim. Sən əsas bu getdiyin yola əsaslan, öyrənməyə əsaslan ki, mən bugün də söyləndim. Biz burada qiymət xəttində qoşulmuruq. Biz burada öyrənmək üçün qoşuluruq. Yəni artıq mən sənə burada nə etmişəm? Bir öz sözümdən, rəyimdən, ünsiyyətimdən bir motivasiya verirəm. Bunun adı olur bizdə nə? Motivasiya edici əks əlaqə. Və məndən nə oldu? Konstruktiv, özür istəyirəm, həm də konstruktiv yox, korrekt edici anında, təsviri danışıb bitirəndən sonra, konstruktiv, düz səhvi düzəltməyin yolunu da verir uşağa. Bir də olur nə? Motivə edici əks əlaqə. Motivə edici isə sonra deyir ki, anla, deyir bu əks əlaqənin məzmunu var. Deyir ki, bir var ki, uşağa, baxın, əks əlaqənin məzmunu var. Bir var ki, öyrənmə prosesi. Bax, 45 dəqiqəyə dərsimiz haqqında əks əlaqə. Tutaq ki, deyirəm ki, bu dərsimiz bu cürdür, filan dərsdə filan şey var, bu dərsin metodu budur. Deyirəm ki, bayaq mən dedim ki, sizə, bu dərsin mütləq qəbula düşən dərsdir. Artıq mən bunu sizə nə edirəm? Deməli, üzr istəyirəm. Bax, mən sizə indi dərs danışıram, bax, bu dərs danışıram. Bu sizə mən öyrədirəmmi? Bu öyrətdiyim dərs haqqında mən sizə rəylər verirəm. Öyrətdiyim dərs haqqında mən sizə geniş nüanslar danışıram. Bax, bu öyrənmə haqqında əks əlaqədir ki, müəllim, deyirəm ki, ki, müəllim, bunu necə öyrənir? Bax, bu da filan yerə yaxşı, bax, bu da filan şeyi qeydə alın. Bax, bu məzmun haqqında əks əlaqədir. Üzr istəyirəm, öyrənmə haqqında əks əlaqədir. Yəni, 3 yerə bölünür də. Differensial təlimdə var idi, proses, məzmun, nəticə. Bu da onun kimidir. 45 dəqiqəlik dərs isə öyrənmə haqqında. O bir var ki, uşağa mən deyim ki, mən sənə bu gün dərsi Time-dan öyrədirəm, öz PDF-dən öyrədirəm, Güvənin kitabından öyrədirəm. O da kitab haqqında əks əlaqə. Tutaq ki, mən oturub durub deyirəm ki, Time kitabı bir işə yaramır, Time kitabı qaliz verilib. O mənədir artıq. Məzmun nədir? Kitabın içindəki. Mən o kitabın içindəki haqqında rəy verirəm ki, sizə kitabın içindəki bir işə yaramır. Və yaxud da mən deyirəm ki, mənim buna görə PDF-im yoxdur ki, kitabın içində mövzu çoxdur, bilmirəm nəyi yazım. Və yaxud da desəm ki, PDF-im pisdir, ona görə sizə mən bunu vermirəm. Bu mənim PDF-im, kitab haqqında, öyrəndiyimiz və material haqqında. Material haqqında, baxın, deyir ki, materialın dəqiqliyi, aktuallığı.
Material haqqında onun olduğu məzmun. Mənim dərs keçmə formam haqqında. Tutaq ki, məsəl üçün dərs keçirəm, dalından qayıdıb sual cavab edirəm. Və yaxud da dərsi keçirəm, deyirəm ki, indi siz deyin günü bu günə öyrəndiniz, nəyə öyrənmədiniz. Artıq biz sizdən nə edəcəyik? Qarşılıqlı əlaqə quracağıq bu dərslə bağlı. Öyrənmə haqqında əks əlaqə, məzmun haqqında. Bir də var, mən sizə evdə tapşırıq vermişəm. Siz tapşırığımı işləyib gətirirsiniz. Ev tapşırığı haqqında rəy verirəm ki, filan şeyi səhv eləmisən, filan şeyi keyfiyyətsiz eləmisən, filan şeyi düzgün eləmisən. Bu da olur bizim nəyimiz? Məhsul haqqında əks əlaqə. Əsli mənada bunlar yeni düşdü də bunlar lazım deyil. Yəni elə bundan sual düşməyib. Sadəcə söz yığını, kitabda söz yığını olsun. Bizim kitabımızda yəni nəsə var yeni. Onun haqqında söz çıxartmaq üçün yazıqları bir nəticədir. Heç nə yoxdur burada. Öyrənmə, məzmun, bir də nəticə haqqında əks əlaqə. Deyir ki, bir də, deyir müəllim öz şagirdlərini davamlı müşahidə eləməlidir. Həm də bu davamlı müşahidə. Bir var ki, bəzi müəllimlər kimi sizi bir dəfə sual cavab eləyim, 10 dərs sual cavab eləməyim. Deyirsən ki, müəllim bizi izləmir. Bir də var ki, mən uşağı davamlı müşahidə edirəm. Hər dərs. Hər dərs mənim gözüm uşağın üzərindədir. Mən sizin dərs soruşmasam belə, sizin nəl qaldırmağınıza, sizin bir sualın, bir sözü belə deməyinizdən anlayıram ki, nəyi bilib, nəyi bilmirsiniz. Bax, bu sizin müşahidə eləməkdir. Deyir müəllim uşaqları hər dərs müşahidə eləməlidir. Yəni davamlı olmalıdır. Davamlı müşahidə nə oldu? Uşağı lövhəyə çıxartmaq, gözü uşağın üzərində olmaq, görün bu oxuyub mu, oxumayıb. Amma müşahidə eləməkdir şagirdi. Deyir ki, müşahidə formal və qeyri-formal olur. Formal nədir? Bir var ki, mən evdə yazıram ki, məsələn, bu günlərim bax, formal qrupunda o cür olur. Mən əvvəlcədən yazıram ki, kesin dərs falan kəslər danışmışdı. Bu dərs mən dərsi bunlardan soruşacağam. Bax, o hansıdır formal adlar yazıram ki, ancaq bugün bunlar danışacaq. Orada müəllim çoxdur deyə bu cür eləməyə məcburam. Bir də var ki, sizin qrupda kimdən gəldi soruşuram. Heç lazım deyil, ad falan yazmıram. Formal, sənədləşdirirəm ki, bugün mən bunlardan dərs soruşacağam, bu sualları verəcəm, həriyə 1-5 sual falan sualları verəcəm, olur formal. Bir də var ki, ani, azlı müəllim deyə, bu günlərim 2 dəfədən soruşmamışam, düzdürmü? Növbəti bunlardan soruşsam, o birlər qalacaq. Ola bilər ki, yenə soruşmadım və ola bilər ki, fərqli bir şey elədim. Yəni, 2 cür olur müşahidə. Əgər əvvəlcədən müəllim qeydiyyat aparırsa, formaldır, qeydiyyat yoxdursa, qeyri-formaldır. Deyir ki, hətta deyir müəllim uşağı izləyəndə, uşaq danışmasa belə, o uşaqdan müəllim deyir, qeyri-verbal informasiya alır. Hətta bu qeyri-verbal informasiya, uşaq ki, bax, müəllim görür ki, uşaq başa salıb aşağı oturub, artıq müəllim bilir ki, bu dərsə hazır deyil. Müəllim görür ki, uşağın biri əl qaldırmır, biri arxada oturub, biri belə üzündən, gözündən belə qəmginlik yağır, çünki dərsə hazır deyil. Bir var ki, dərsi bilən uşaq müəllim bilib eləyir, bir də var ki, bu passivdir. Deyir müəllim uşağı artıq müşahidə eləyəndə onun haqqında qeyri-verbal informasiya alır. Deyir ki, bizim burada, deyir bizə formativin üsulları var. Uşaqdan biz gündəlik dərslərdə soruşa bilərik. Sinifdə olan müzakirə ilə, yəni uşaqlara sual cavab eləməkdən, müzakirə ilə, bir-bir üsulundan, ümumiləşdirmə apararaq, şagird jurnalı, düşün, cütləş, bölüş, paylaş, çıxış bileti, rubriklər, 3-2-1. Deyir, bunlar bizim refleksiya üsullarımızdır. Müəllimlər, bu da var bizim yoldaş qiymətləndirməsi. Hansı üsullarda oldu yoldaş qiymətləndirməsi? Karusel və akvarium. Deyir ki, bu yoldaş qiymətləndirməsi bu demək deyil ki, uşaqlar bir-birinə rəqəm verir ki, falan kəs 5 alsın, falan kəs 3 alsın. Bu demək deyil. Deyir, uşaqlar ki, qrup işində işləyir. Müəllimlər, mən sizə linki birində göndərəcəm. Yəni, o biri linkdə də vacib bir şey deyəcəm. Bir 10 dəqiqə vaxtınızı alacam. Yəni, dərs bitan kimi çıxmayın. O biri linki göndərəcəm. Demək deyir ki, yoldaş qiymətləndirməsi bu demək deyil ki, uşaqlar bir-birinə qiymət verirlər. Yəni, filan kəs 5, filan kəs 3, o deyil. Deyir, müəllim uşaqlara qrup işində işləyiblərsə vərəqlər paylayır. Hər uşaq atlar ki, bizim qrupda 5 nəfər, 10 nəfər müəllim var, ki, bu da 6 nəfər müəllim var. Mən hamımıza vərəqlər paylayıram. Deyirəm, bura yaz. Kim öz işini daha yaxşı gördü? Kim öz işini məharətlə yerinə yetirdi? Kim bugün az çalışdı? Kim bugün çox çalışdı? Kim bugün əlindən gələni elədi? Artıq uşaq oraya yazır. Elçin çalışdı, Ayşə zəif oldu, Fatimə hər şeyi elədi, Gündar öz işini yaxşı görmədi. Hamısını yazır. Və yaxud da özüm mən oraya uşaqların adını yazıram. Deyirəm, indi hər uşağın gördüyü işlə bağlı qiymət verin. Artıq uşaqların hamısı bir-bir, əllərində və hamısının özündən bağlı da vərəq var, yoldaşından da bağlı vərəq var, onu doldurmalıdır. Bax, bu bizim yoldaş qiymətləndirməmizdir. Bir də bu da yeni çıxıb. Deyir ki, uşağa əsas mən bunu soruşuram müəllimlər. Baxmayın, mövzu böyükdür. Əsas buradan 5 dəfə sual çıxır bu boyda mövzudan. Amma mən bunu necə PDF-ini yazım? Görün nə qədər dərsdir. Bir şey deyirəm, o biri qalar, sonra düşərik belə andamana ki, biz bunu deyə bilmədik. Deyir ki, yoldaş qiymətləməsi budur ki, əsas nüansı. Deyir, müəllim uşağın birini takib çıxıb dərs danışıb. İndi müəllim uşağı ayra qaldırıb bir nəfərə deyir ki, sən ona qiymət ver. Deyir ki, əgər onlar yaxın dostdurlarsa, səhv qiymət verə bilərlər. Və yaxud da onlar yaxın səhv düşmandırlarsa, aralarında konflikt varsa, səhv qiymət verə bilərlər. Uşaq ki, Elçin müəllim dərs danışdı. Mən Aysel müəllimi qaldırıram ki, Aysel müəllim, qalx, Elçin müəllimin danışığında, verdiyi suallarda bəyəndiyi bir şey qeyd elə. Deyirəm, yoldaşının işinlə bağlı, indi işdirsə iş,
fəaliyyət isə fəaliyyət, davranışsa davranış. Bununla bağlı bəyəndiyim bir şey qeyd elə. Deyirəm, Elçin müəllim savadlı müəllimdir, tarix müəllimidir. Ona bir maraqlı bir şey soruş. Deyirəm, Elçin müəllimə bir şey təklif elə ki, müəllim bunu belə elə. Artıq bu nə oldu sizdə yoldaş qiymətləndirməsi? 3 nüans oldu. Yoldaşının və ya yoldaşınla bağlı bəyəndiyin bir şey qeyd elə. Maraqlı olan bir şey soruş, bir də bir şey təklif elə. Əsas bu nüans düşür. Deyir ki, yoldaş qiymətləndirməsi bu deməkdir ki, yəni ancaq deyir uşağa müəllim qiymət verməsin. Uşaqlar da bir-birinə qiymət versinlər. Uşaqlar deyir, o demək deyil ki, onlar bir-birinə rəqəm verəcəklər. Onlar sadəcə orada bir-birlərinin arasında olan əməkdaşlığı, ünsiyyəti, uşaqlarda sadəcə bir-birini dinləmə qabiliyyətini artırmaq üçün edilmiş deyir bir metoddur. Bu da bizə yoldaş qiymətləndirməsi bunun üçündür. Deyir, bir də var özünü qiymətləndirmə. Onsuz da burada məlumatınız var. Özünü qiymətləndirmə. Hər bir uşaq özünə agahdır ki, nəyi bilir, nəyi bilmir. Uşağa özünlə bağlı sorğu-sual aparmaqdır ki, nəyi bilirsən, nəyi bilmirsən, bu gün necə idin, özünə bu gün qiymət ver, yaxşı falan şey yaxşı. Bax, uşağa müəllim belə cədvəl verir, verdiyi suallarla bağlı. Deyir, bunu doldur. Uşaq deyir ki, mən Azərbaycanın ortasında tarixini bilirəm, yeni tarixini bilmirəm. Məsələn, tutaq ki, deyirik ki, Elçin müəllim, gəl bu gün özünə qiymət ver. Elçin müəllim deyir ki, taksonomiyanı bildiyim, iş üsullarını bilmədiyim, özəl şahin prinsipini bildiyim. Mən nə etməliyəm gedib iş üsullarını oxumalıyam. Yəni, Aysel müəllimə ki, özəl qiymət ver. Aysel müəllimə deyir, taksonomiyanı bildiyim, araşdırma əsaslı öyrənməni bilmədiyim, problemlə layihəni bildiyim. Yəni, öz-özünə qiymət verir ki, nəyi bildim, nəyi bilmədim. Və hamı öz-özünü tanıyır. Bu da olur bizim nəyimiz? Özünü qiymətləndirməmiz. Amma müəllimlər, çox xahiş edirəm ki, bu söz yığınlarının hər birinə fikir verin. Yaxşı mı? Bir də müəllimlər, bizim var burada meyarımız. Mən də sizə bir dinlə, bax, bir dinlə bu qalıb onsuz. Meyar nədir müəllimlər? Deyir ki, meyar bizdə, demək 15:45-də başlamışdıq, 50-də başlamışdıq. Az qalıb, 5 dəqiqə vaxtım qalıb. Demək müəllimlər, bax deyir ki, müəllim bir də uşaqlara bu qiymətləndirməni eləyə bilər. Bunun adı rubriklərdir. Nədir adı? Rubriklər. Deyir, rubrik nədir? Bax, biz müəllim olaraq uşağa nə edirik? Ya dərsi veririk ki, 4-cü səviyyə. Ya 3-cü səviyyə, ya 2, ya da 1. Ya da uşağa deyirik ki, əla, yaxşı, kafi, qeyri-kafi. Və ya da uşağa deyirik ki, bizim götürən aldığımız qiymət 5 aldın, 4 aldın, 3 aldın, 2 aldın. O vaxtda bizim aldığımız qiymətlər bu idi. 5, 4, 3, 2. Bir qiymət yox idi ki, bu idi. Bax, mənlər, bu da rubrikdir. Rubrik nədir? Şagirdlərə verdiyimiz qiymətlər. İndi gəlin baxaq görək rubriklər hansı hissəyə bölünür. Deyir ki, rubriklər qiymətləndirmə aparmaq üçün xüsusi meyarı olan cədvəldir. Deyir, rubriklər 3 hissəyə bölünür. Rubrikin birincisi meyardır. Bax müəllimlər, bu səviyyələr bu meyardır. Bu 1 meyardır. Bu 2 meyardır. Bu 3 meyardır. Nədir bunlar? Meyar. Deyir ki, meyarın keyfiyyət səviyyəsi var. Məsələn, mən uşağa tutaq ki, bu günlərim deyirəm ki, məsələn, müəllimlər, mən bu günlərim sizə səviyyə meyarı üzrə qiymət verəcəm. Mən sizə bu günlərim sözlü meyardan qiymət verəcəm. Mən sizə bu günlərim dədə-baba qiymətindən verəcəm. Meyar verəcəm. Meyar nə oldu? 4, 3, 2, 1. Bu da bir meyardır. Əla, yaxşı, kafi, qeyri-kafi. Bu ikinci meyardır. Bir də 5, 4, 3, 2. Bu da bir meyardır. Hər müəllim hansını istəyirsə götürə bilər. Tutaq ki, tarix müəllimi bunu eləsin. Kimya müəllimi bunu eləsin. Elə müəllim var ki, üçündən də istifadə eləyir. Belə bilər. Elə müəllim var ki, uşağın gündəliyində üçündə qiymət yazır. Həm yazır 4-cü səviyyə, həm yazır 5, həm yazır əla. Deyir ki, bu nə oldu bunlar? Keyfiyyət meyar. Uşaq əvəzində meyar bildiririk ki, sizə özə qiymət verəcəyik. Axırı, ikinci. Bax, özü istəyirəm. Ay Allah, böyük bir yanlışa yol vermişəm. Demək müəllimlər, bunlar bax, deməli, meyar nədir? Görün nə boyda səhvə yol vermişəm. Çox-çox üzrlü sayın. Demək müəllimlər, bu bizim deməli, rubriklər neçə oldu? 3 hissəyə bölünür. Birinci olur meyar, ikinci olur keyfiyyət səviyyəsi, üçüncü olur meyarlara uyğun səviyyənin təsviri. Müəllimlər, meyar nədir? Üzr istəyirəm, çox-çox üzr istəyirəm. Nə bir şeyi səhv vurğulamışam, 7 səhv demişəm. Müəllimlər, meyar budur ki, indi ağlımda qalıb ki, indi vaxt keçəcək, dərs yanıcı qalacaq. Ona görə yəni səhv dedim. Müəllimlər, meyar budur ki, məsələn, mən sizə deyirəm ki, mən sizi bu günlərim etdiyim təşkilata uyğun qiymət verəcəm. Tarix müəllimə deyir ki, filan mövzuya uyğun qiymət verəcəm. Müəllim, meyar uşağa hansı dərs üzrə qiymət verəcək? Dərsin adıdır. Meyar nə oldu? Dərsin adı. Tutaq ki, Səmral müəllimə, Yasin müəllimidir, deyir ki, uşaqlara bu günlərim tutaq ki, mən bu rəsmə uyğun qiymət verəcəm. Aysel müəllimə ingilis dili müəllimidir. Deyir, mən uşaqlara bu günlərim zaman zəfərinə uyğun qiymət verəcəm. Nə bilim, Elçin müəllim tarix müəllimidir. Deyir, mən uşaqlara bu günlərim səfəvvilər dərsinə uyğun qiymət verəcəm. Meyar nə oldu? Və deyir ki, baxın bura, şagirdə nəyin qiymətləndirəcəyi. Rubrik nə oldu? Uşağa qiymət vermək. 3 hissəyə bölünür. Meyar. Meyar nədir? Uşağa biz nəyə uyğun qiymət verəcəyik? Nəyə qiymət verəcəyik? Meyar dərsin adı. İkinci var meyarın keyfiyyət səviyyəsi. Keyfiyyət səviyyəsi bax budur. Uşağa deyirsən ki, mən sizə buna uyğun qiymət verəcəm. 4, 3, 2, 1. Bunun adı nədir bizdə burada? Keyfiyyət səviyyəsi.
Uşağa deyirsən ki, mən sizə bu gün bununla qiymət verəcəm. Bir də var təsvir edirsən. Deyirsən ki, yaxşı danışan uşağa 4-cü səviyyə, cüzi səhvi olana 3-cü səviyyə, orta bilənlər 2-ci səviyyə, hiss bilməyənlər 1-ci səviyyə. Demək müəllimlər, rubrik nə oldu? Rubrik deyir, şagirdləri qiymətləndirmə aparmaq üçün olan bir meyardır. 3 hissəyə bölünür. Meyarın özü, keyfiyyət səviyyəsi, səviyyənin təsviri. Meyar, uşağa biz dərs adına uyğun qiymət verəcəyik. Məsələn, mən bu günlərim sizə matematik qiymət verə bilərəm? Yox, elə onu soruşmamışam. Mən sizə bu günlərim deyirəm ki, bu təşkilə uyğun qiymət verəcəm. Deyirəm, təşkilə uyğun yaxşı gəlirəm. Təşkilə uyğun qiymət verəcəm. Deyirəm ki, təşkilə uyğun verdiyim qiymətdə mən sizə qiyməti bu günlərim tutaq ki, köhnə bu qiymətdə verəcəm. 5, 4, 2, sakit dur. 3, 2, bununla verəcəm qiyməti. İndi təsvir edirəm. Deyirəm, bu günlərim mənə səhvsiz cavab verən müəllimə 5 verəcəm. Bir dənə, 2 dənə səhv olana 4 verəcəm. Belə 5-6 səhv olana 3 verəcəm. Heç bilməyənə 2 verəcəm. Meyar oldu, dərsimin adı 2 təkrar. Keyfiyyət səviyyəsi, nəyidən qiymət verəcəyim? 5, 4, 3, 2. Bir də var səviyyənin təsviri. Təsvir edirəm ki, bax müəllimlər, buna uyğun qiymət verəcəm. Artıq bu da Elçin müəllim bilir ki, bugün 4 aldı, bilmədiyi nüans oldu. Aysel müəllim deyəcək ki, 4 aldı, bilmədiyi nüans oldu.